Hər vaxtınız xeyir olsun, hörmətli şagirdlər. Bugün sizlərlə keçirdiyimiz tədbirin məzmunu əslində olduqca aktualdır, sizin üçün də maraqlıdır. Cəmiyyət üçün də çox vacib mühüm məsələlərdən birinə həsr olunur. Bu tədbirimiz çox olmayacaq, əsasən maarifləndirici xarakter daşıyır və sizlərə məlumat vermək, sizlərdə təəssürat oyatmaq və fikir mübadiləsi yaratmaq məqsədi daşıyır. Bugünkü tədbirimiz Milli Fikir və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Mövzumuz əsasən bundan ibarətdir ki, sosial şəbəkələrdə ideoloji manipulyasiyalar və saxta məlumatlarla mübarizə. Təxminən bu məzmunda olan bir tədbirimiz var. Sizə də indi onunla bağlı çıxışlar olacaq, slayd göstəriləcək. Məsələ olduqca bizim bu günümüzdə aktual və mühüm olan məsələlərdən biridir. Niyə? Çünki indi mən özüm də öz fikrimi bildirəcəm mövzu ilə bağlı çıxışımda. Amma mən istəyərdim ki, diqqətlə dinləyəsiniz. Bu sizin hər birinizin həyatında rastınıza çıxa biləcək dərin məzmun daşıyan bir prosesdir. Siz istədiniz-istəmədiniz bu günümüz, dünyamız, çağdaş aləm internetdən ibarətdir. Sərhədlər artıq internetdə yoxdur, götürülür və bir anın içində sən istənilən bir dünyanın məkanı ilə əlaqə saxlaya bilirsən, informasiyanı qeyri-məhdud və hüdudsuz bir şəraitdə əldə edə bilirsən. Ancaq bu məlumatların hamısı mı doğrudur? Məsələ bundan ibarətdir. Yəni, mediadan başı çıxan kütləvi informasiya vasitələri, qəzet, jurnal, saytlar vasitəsilə xəbərləri oxuyanlar da hər birisi bilir ki, xəbərin də doğrusu var və yalanı var, düzdürmü? Bəzən məxsusi olaraq bəzi qüvvələr tərəfindən bir cəmiyyətin içində təfriqə, intriqa salmaq üçün, konfrontasiya, münaqişə, mübahisələr yaratmaq üçün, cəmiyyəti ortadan bölmək üçün, parçalamaq üçün yalan məlumatlara geniş yer verilir. Bu sahə xüsusən də ideoloji müstəvidə olur. Yəni, məsələn, bizim üçün bugün ən böyük ideologiya Azərbaycançılıq ideologiyasıdır. Dövlətimizin təməllərinə söykənən, bayrağımıza, dövlətçilik əqidəmizə, tariximizə söykənən bir milli ideologiyadır. Və bu ideologiya bizim hər birimizi milliyyətinə asılı olmayaraq, hətta dinindən asılı olmayaraq bir bayrağın altında cəm edir, birləşdirir və bizlər bu bayraq altında, bu kimlik altında dünyaya açılırıq. Dünya bizi bu bayraqla tanıyır, Azərbaycanlı siması ilə tanıyır. Ancaq biz dünyaya açılarkən internet adlı pəncərədən çoxlu sayda dezinformasiya, saxta məlumatlar, şişirdilmiş, ajotaj yaratmağa hesablanmış yalanlar və digər manipulyasiya elementləri ilə üz-üzə gəlirik. Yaşından asılı olmayaraq cəmiyyətin hər bir üzvü İstənilən bir vaxtda bu cür yalan məlumatlarla üz-üzə gələ bilər. Və siz necə ayırd edəcəksiniz ki, bu doğrudur, bu isə yalandır. Bu məlumatlar cəmiyyəti parçalamağa yönəlib, məkirli qüvvələr tərəfindən paylaşılır və yaxud da həqiqi informasiyadır, faydalıdır və sizlərin bilməsi bunu vacibdir. Bunu seçib ayırd eləməyin yolları barədə bugün sizlərə qısa da olsa, bacardığımız qədər məlumat verməyə, təəssürat oyatmağa, təsəvvür formalaşdırmağa çalışacaq. Mən istəyərdim sözü uzatmadan qonağımız Milli Fikir və İnkişaf İctimai Birliyinin İdarə Heyətinin üzvü, təhsil eksperti Rizvan Fikətoğlu'na verək. O sizinlə bu mövzuda geniş söhbət aparsın, sizlərlə diyalog qursun. Çəkinmədən ona istədiyiniz sualı bu mövzuda verə bilərsiniz, sizi maraqlandıran suallara. Və orada çalışacaq ki, sizlər üçün anlaşılır dildə və sizlərə təəssürat oyadacaq bir tərzdə öz fikirlərini ifadə edərək çıxışını eləsin. Buyurun, Rizvan. Çox sağ olun, Ceyhunlədim. Əvvəla hər birinizi salamlayıram. Təxmin etsəniz siniflərsiz bir sinif tanıyım artıq. 8-9. Maşallah. Deməli, ümumiyyətlə, bizim bu təlimimiz Milli Fikir və İnkişaf İctimai Birliyinin layihəsi əsasında həyata keçirilir. Milli Fikir və İnkişaf İctimai Birliyi ölkəmizdə milli fikrin formalaşmasında, elə də gənclərin, istər təhsil, istər digər sahələrdə inkişaf etməsində müstəsna rol oynayır. Məhz bu təlim də həmin İctimai Birliyin belə deyək, təşəbbüsü ilə həyata keçirilir. Ceyhun müəllim çox vacib məsələləri qeyd elədi.
əlbəttə ki, informasiya təhlükəsizliyi özlüyündə geniş anlayışdır. Bu sayədən danışmaq özü də bir məsuliyyət tələb edir. Çünki biz bilmədən bəzən informasiya təhlükəsizliyi sayəsindən danışanda yanlışlara yol veririk. Biz sadəcə bu dəfə sosial şəbəkələrdə informasiya təhlükəsizliyindən danışacağıq bir qolundan. Sosial şəbəkə bizim istifadə etdiyimiz Facebook, Twitter, Telegram, Instagram və digər şəbəkə vasitələridir. Mən ixtisasda jurnalistəm, Bakırov Universitetini bitirmişəm və uzun müddət mediada çalışmışam. Çünki informasiya təhlükəsizliyi baxımından media olduqca önəmli strukturdur və yanlış məlumatların bir qismi məsələ biz görürük ki, etibar etdiyimiz bəzən mənbə tərəfindən yayımlanır. Ya bu hesablanmış məlumat olur, hesablanmış deyərkən kütləyə işləyən məlumatdır, ya da ki, bilməyərəkdən paylaşılan məlumatdır. Bu barədə az sonra söhbət edəcəyik. Ümumiyyətlə, öz başıma gələn təəssüratlardan da müəyyən qədər danışacağım. Media sayəsində işlədiyim müddətdə, həmçinin təhsil sayəsində müəyyən məsələləri praktiki olaraq sizə göstərməyə çalışacağım. Ümumiyyətlə, informasiya təhlükəsizliyi özü bir səfərdir, özü bir yoldur. Biz istəmədən bəzən təhlükəli informasiyanın qurbanına çeviririk. Bəzən biz özümüz istəmədən müəyyən risklər daşıyırıq və özümüzlə yanaşı ətrafımızı da həmin risklərə cəlb edirik. Bunun üçün də ümumiyyətlə fərdi məlumatların paylaşılmasıdır kənar şəxslər tərəfindən. Ümumiyyətlə biz belə deyək, internet mühitində olarkən etikalı davranmağımızdır. Bunlar hamısı özlüyündə informasiya təhlükəsizliyinə səbəb olan amillərdən biridir. Ümumiyyətlə, gündəlik həyatımızın müəyyən hissəsi var ki, texnologiya sərf olunur. Məsələ o deyil, siz Facebookdan istifadə edirsiniz və yaxud da etmirsiniz. Məsələn, siz hər hansı artıq indi elektronlaşma dövrüdür. Artıq məktəb jurnalları belə elektronlaşır və biz bəzən e-dərslikdən, elektron dərsliklərdən istifadə edirik və bu nöqteyi nəzərdən hər hansı bir link çıxır qarşımıza. Məsələn, deyir ki, bu linkə klik elə və dərsliyi pulsuz indir və yaxud da ki, bu linkə tıkla, nəsə əlavə material əldə elə. Ümumiyyətlə, biz bəzən bilmədən həmin linki klikləməklə o link bizə müəyyən viruslar gətirir və o bizim kompüterimizə daxil olur. Siz düşünməyin ki, mən bir məktəbliyəm, mənə neyniyə bilərlər? Elə deyil. Əslində, elə məhz aşağı yaşda uşaqlardan bəzən informasiya təhlükəliliyinin qurbanına çevrilir və risklər buradan başlayır. Ümumiyyətlə, sosial şəbəkələrdən istifadə zamanı müəyyən vərdişlər var ki, onu özünüzdə formalaşdırmalısınız. Yadınızda saxlayın ki, pulsuz bir pendiri olur, onu tələyə qoyurlar ki, siçanı tutmaq üçün. Əgər hər hansı bir link, məsələn, deyir ki, bu linkə tıkla, məsələn, 10 manat kontur hədiyyə qazan, bu linkə tıkla, bunlar hamısı və yaxud da bəzən o biz görürük ki, mötəbər, məsələn, Kapital Bankında bir bankdır, onun adından bəzən linklər paylaşılır və biz o linkə tıklamaqla biz artıq özümüzdə olan məlumatları, kompüterimizdə olan məlumatları artıq qarşı tərəfə ötürürük ki, al, sən bütün məlumatlarından tanış ol. Yaxşı, qarşı tərəf sizin məlumatınızı neyir? Bir məktəblinin məlumatı nəyinə lazımdır? Məsələn, ola bilər ki, indi artıq belə deyək, kiber dələduzluq, kiber təhlükəsizlik var. Məsələn, bu kiber təhlükəsizlik, kiber dələduzluq dediyimiz nədir? Siz hər hansı bir səfərə getmişsiniz, yazırsınız ki, məsələn, biz Qubadayıq. Aha, artıq qarşı tərəfə nə demək istəyirsiniz? Və atam, anam da mənlədir. Qarşı tərəfə demək istəyirsiniz ki, bizim evimiz boşdur. Yəni, gəlib rahat oğluq edə bilərsiniz. Yəni, siz bunu xoş məqsəd üçün paylaşdınız, düzdürmü? Paylaşdınız ki, biz istirahətdəyik, artıq qarşı tərəfə bir siqnal ötürdünüz. Və həmin siqnaldan qarşı tərəf artıq müəyyən edir ki, bəli, sizin hazırda Qubadasınız və yeriniz yəsizdir. Və burada nə edir? Və müəyyən qədər və yaxud da ki, ola bilər ki, adi bir misal üzərindən danışaq, siz sosial şəbəkədən istifadə edirsiniz və tanımadığınız bir şəxslə yazışırsınız. Və o sizə məlumat ötürür ki, mən də uşağam, yəni mən də elə məktəbliyəm, mən də dost olaq. Amma halbuki o qarşı tərəfdə olan şəxs məktəbli olmaya bilər
o sizdən müəyyən məlumatlar toplaya bilər. Adınızı, yaşınızı. Bugün düzdür, nə qədər də hüquq mühafizə orqanları bunun qarşısını alsa da, nə qədər də bununla bağlı mübarizə aparsa da, uşaq oğurluğu gündəmə gələ bilər. Siz öz həyatınızı təhlükə ata bilərsiniz. Yəni, bunun qurbanına çevrilə bilərsiniz. Öz məlumatlarınızı, yaşadığınız yerin məlumatlarını verməklə. Bu kimi məsələlərdən ümumiyyətlə tamamilə çəkinmək lazımdır. Ümumiyyətlə, internetə daxil etdiyimiz məlumatlar olduqca önəmlidir. Xüsusən də biz postlar paylaşarkən, statuslar yazarkən, o məlumatlarda diqqətli olmalıyıq. Bununla bağlı Azərbaycanda bir qədər əvvəl qanunvericilikdə çoxlu boşluqlar var idi və bu boşluqların artıq çoxu doldurdu. Məsələn, mən məsəl üçün kimlər profilindən qeydiyyatdan keçmişəm, məni kim tanıyacaq, nə biləcək? Elə deyil. Sizin daxil olduğunuz, internetə daxil olduğunuz həmin browser var ki, o browser artıq qeydiyyatdan keçmiş browser hesab olunur və sizə rahat şəkildə tapmaq olur. Kimisə internetə təhqir etmək, şəxsiyyətini alçaltmaq və yaxud da ki, qalayaxma kampaniyası aparmaq, şəxs haqqında qeyri-legal, yəni qanunsuz, şəxsə aid olmayan müəyyən məlumatların tirajlanması, paylanması sizin üçün müəyyən məsuliyyət yaradır, valideynləriniz üçün müəyyən qədər məsuliyyət yaratmış olur. Dezinformasiyalar var. Ümumiyyətlə, informasiya özü də özlüyündə geniş anlayışdır. İnformasiya, məlumat, xəbər bu məsələləri verir. Amma bəzən biz dezinformasiyanı görürük. Məsələn, məktəbdə, tutalım, məktəbdə məsələn üçün hər hansı bir informasiyanı çatdıranda, düzgün çatdırılmayanda artıq müəyyən qədər belədir, qarşılma yaranır. Məktəb, müəllim mühiti arasında və yaxud da ki, müəyyən belə deyək, bu artıq məsələlər böyüdür və qarşısı alınmaz müəyyən dezinformasiya çevrilir. Və yaxud da ki, bizim xəbər saytları, televiziya kanalları həmişə doğru, ola bilər ki, həmişə doğrunu yaymasınlar. Onlar da bəzən bilməyərəkdən hər hansısa bir məlumatı tutalım, bir ictimaiyyət alim paylaşır, onun məlumatını xəbərə çevirib, ictimaiyyət ötürürlər. Ümumiyyətlə, mənbəni dəqiqləşdirmək çox önəmlidir. Tutalım, sosial şəbəkədə oxuyursunuz ki, Instagramda və məsələn 5 gün tətil olacaq, düzdürmü? Etibarlı mənbələr, hər hansı bir məktəb direktoru paylaşır. Onun dəqiqliyi ölçmək üçün, onun dəqiqliyini bilmək üçün mütləq şəkildə Elm və Təhsil Nazirliyinin saytı var, səhifəsi var və yaxud da Elm və Təhsil Nazirliyində məktəblərin daxil olduğu Məktəblər Orientasyon Dövlət Agentliyinin saytı var. O sayt və yaxud da onların hesabı vasitəsilə biz o məlumatı dəqiqləşdirməlirik. Bu məlumat nə qədər doğrudur? Ümumiyyətlə, bir məlumat toplayarkən onu mütləq mötəbər mənbə ilə dəqiqləşdirmək lazımdır. Mötəbər mənbə dediyimiz nədir? Həmin səlahiyyətin sahib olduğu qurum. Yəni, məsələn, kimsə Rabitə Nazirliyi haqqında müəyyən məlumatı paylaşırsa, biz baxmalıyıq ki, doğrudanmı Rabitə Nazirliyində bu xəbər varmı? Əgər bu xəbər varsa, bu doğru ola bilər. Çünki məlumat mənbəyi onlardır. Yoxsa, məsələn, kimsə bir fikir bildirirsə, o tirajlanırsa, o məlumat yanlışdır orada və biz ona istinad etməli deyilik. Dəyərli şagirdlər, ümumiyyətlə, təhlükəsizliyimizi daim yerinlənməliyik. Məsələn, biz burada həm praktik, həm də nəzər məsələlər var. Məsələn, biz əgər kompüter istifadə ediriksə, onu viruslardan qorumalıyıq, müəyyən virus proqramlarından və bəzən görürük ki, virus proqramları hamısı da etibarlı deyil, özləri virus şəklidir. Onun yenilənməsidir, eləcə də özümüzün təhlükəsizliyimizi qorumaq üçün necə məsələn üçün hər məlumatı kiməsə demirsinizsə, siz elə düşünməyin ki, şəxsi yazışmalar daimi silirsən silinir, o heç vaxt silinmir. O həmişə qalır, onu hər zaman qaytarmaq olur. Və yaxud da telefonunuzda müəyyən qaleriyanın məlumatı silib kiməsə verirsinizsə, siz düşünməyin ki, onu qaytarmaq qeyri-mümkün, bunu rahat şəkildə qaytarmaq olur. Və bununla bağlı xeyli proqram var. Yazdığınız istənilən məlumat, istənilən post, paylaşdığınız istənilən şəkil, silinsə belə o mövcuddur. O mütləq şəkildə mövcuddur. O heç vaxt silinmir və lazım olanda o sizə qarşınıza çıxarılır. Ümumiyyətlə, bəzən görürük ki, biz sosial şəbəkədə bizə bir link göndərirlər, məsələn, Telegramda şəkillər, sənin şəkillərin. O linklər elə hazırlanır ki, elə bazıda işlənir ki, sana bilikləyə zaman sənin bütün məlumatın o bazıdır. Hər məlumatın orada var. Hətta silinmiş şəkillərin belə, silinmiş videoların belə orada öz əksini tapır. Və gələcəkdə ondan sizin əleyhinizə istifadə edə bilərlər.
Dəyərli şagirdlər, ümumiyyətlə başqa bir məsələ də burada önə çıxır. Süni intellekt. Bəli, bugün süni intellekt zamanın tələbidir. Süni intellektdən xoş məqsədlər üçün istifadə etmək daha məsləhətlidir. Amma biz görürük ki, süni intellekt çox vaxt xoş məqsəd üçün istifadə olunmur. Məsələn, gələn zəng gəlir və orada süni intellektdən istənilən insanın səsini yaratmaq olur. Sizin müəyyən qədər çıxışınızı oraya yükləyirsən, o səs tonunda istənilən bir fikri bildirir. Tanınmayan nömrələr, qaranlıq nömrələr, tanınmayan profillər, yəni tanınmayan nömrələrdən zənglərin açılması, tanınmayan profillərdən yazışmaq və yaxud da dostluq təkliflərini qəbul etmək, kontakta keçmək sizin üçün olduqca risklər yaradır. Siz düşünə bilərsiniz ki, onsuz da yazışıramda nə ola bilər? Amma o sizə elə bir təsir edə bilər ki, elə bir dostluq münasibəti yarada bilər ki, güya və siz onun göndərdiyi linkə daxil olmaqla, ona məlumatlar ötürməklə siz nəinki bizə ətrafınızdakı insanlara, valideynlərinizə, qohumlarınıza belə müəyyən təhdidlər yarada bilərsiniz, təhlükələr yarada bilərsiniz. Məsələn, kimisə yaxın bir vəzifəli şəxs ola bilər. Ola bilər ki, onun qara kampaniyası, qara piyada aparılsın və burada siz vasitəçi ola bilərsiniz. Özünüz bilmədən belə bəzən ölümsək gördüyünüz internetdə müəyyən təhlükələrin qurbanına çevrilirsiniz. Məlumatların təhlükəsizliyə və məhdudiyyət diqqət yetirmək lazımdır. Ümumiyyətlə, bayaq o qeyd elədiyim məsələdir ki, tam görünməsə də, burada görürsünüz ki, tam görünmürsünüz yox. Amma yenə də mən özüm bəzi şeylər vurgulayacağam. Şəxsdir, o profesional bir şəxsdir bu istiqamətdə, kiber dələduzdur və bu istiqamətdə adam peşkarlaşır. Necə siz məsələn üçün adam var 600-700 bağlayır, oxumaq üzrə adam hobbisinə çevirib barədə oxumağı. Bunlar da kiber dələduzdur və bu profillər, bu şəxslərin çoxu ölkə xaricindədir və onların bir növ internetdə məhdud olmadığına görə onların qarşısı alınmaz bir hala çevrilir və bu bütün dünyanın problemidir. Bu problem təkcə Azərbaycandadır, yox. Məsələn, Meksikada olan uşaq olduğu heç bir yerdə yoxdur statistik olaraq və yaxud da orada cinayətlər heç bir ölkədə yoxdur. Orada daha və yaxud Amerikada yoxdur bəzi bu hallar. Statistikada baxımda biz görürük ki, İrandan tutmuş, Amerika, Rusiya, yəni bu ölkələrdə belə bu hallar geniş yüksək alır. Bu da necə baş verir? Siz güya qarşıdakı insanı siz rəfiqəniz hesab edirsiniz və onunla kontakta keçirsiniz. O müəyyən məlumatınızı, hətta sizin harada olduğunuzu müəyyən edib, müəyyən bilədiyində xoşa gəlilməz və qarşısı alınmaz negativ tədbirlər görə bilər. Həm özünüzü qoruyursunuz burada, bizə riayət etməklə bağlı, həm də ki, belə deyək, ətrafınızı, çevrənizi qoruyursunuz. Ola bilər ki, bir situasiya yarana bilər ki, siz orada bəzi şeyləri bilməyə bilərsiniz. O sizin üçün qaranlıq ola bilər. Mütləq şəkildə bu hallarda valideynlərinizlə məsləhətləşir, onlardan müəyyən kömək alın. Çünki və yaxud da biz bəzən görürük ki, belə deyək, qısnamalar, bu bəzən kiber dələduzlar vasitəsilə baş verə bilər. Ola bilər ki, sizə müəyyən qədər məlumatınızı alır, müəyyən qədər şəkilləriniz və yaxud da şəxsi məlumatlarınız onda olmaqla belə deyək, sizin üzərinizə bir baskı yürüdə bilər ki, bax bunu paylaşaram, bax bunu belə şeylərdən qətiyyən qorxmayın və bilin ki, qarşı tərəf peşkardır. Sadəcə o sizi müəyyən təsir dairəsinə salmaq istəyir. Bu halları valideynizə deməkdən, onlarla məsləhət almadan qətiyyən çəkinməyin, çünki onlar təcrübəlidir. Siz nə qədər səhv addım atsanız da və o addımlardan sonra siz qarşı tərəfin qorxusuna düşün, sakit qalmağınız və bu barədə heç kimə, yəni valideynlərinizə bir söz verməyiniz, düşünün ki, sizə növbəti təhlükələr gətirəcək. Çünki bu davamlı olacaq. Artıq siz, belə deyək, ələ alınmışsınız. Bu hallardan, məsələn, statistikaya görə Azərbaycanda təxminən 0,7% uşaq bu halların qurbanına çevrilir və onu xilas etmək mümkün olur. Yəni elə bir vəziyyət əvvəllər elə iqralar olurdu ki, onlar təsir alırdı, amma indi kiber dələduzlar o məsələni artıq profesional şəkildə həyata keçirməyə başlayırlar. Məsələn, biz bəzən belə bir hallarda var, bəzən bizə yaradılmış şərait belə sui-istifadə halına çevrilir. Məsələn, gəldik keçdiyiniz ictimai Wi-Fi deyilən bir şey var da, mən tövsiyə eləməzdim onlardan istifadə edirsiniz. Düzdür, sağ olsunlar, onun üçün yaradırlar. Böyük parklarda, maraqlı yerlərdə o məsələlər var. Məsələn, siz ictimai Wi-Fi-dan pulsuz istifadə edə bilirsiniz. Amma bəzən elə vəziyyətlər var ki,
həmin ictimai Wi-Fi-yə başqa kiberlərlə məşğul şəxslər daxil olub, yəni məlumatınızı əldə edir. Ümumiyyətlə, telefonunuzda çalışın ki, qarşı şəxslərlə internetinizi paylaşmayın, Wi-Fi-nizi açıq qoymayın, location var, onu bağlı saxlayın daima. Çünki locationun açıq olması o özlə müəyyən qədər risklər yaradır. Xüsusən də Wi-Fi-nizi digər şəxslərlə paylaşmayın. Və ən əsas məsələ, dediyim kimi, burada məsələn, siz telefonunuzu qarşı tərəfə və çalışın ki, bəzi orada kimsə telefonu bağışlayır, satır. Ümumiyyətlə, işlətdiyiniz və şəxsi məlumatlarınızın olduğu telefonların qarşı tərəfə satılması məsləhət deyil. Qeyd etdiyim kimi, bayaq vurğuladım, sizin əgər orada elə bir məlumatlarınız varsa, ailənizlə, sizlərlə bağlı, onlar hər zaman geri qaytarıla bilər və bunun üçün xüsusi proqramlardan və möhtəşəm şəkildə də işləyir. Adi bir yazışma, WhatsApp yazışması və yaxud da istər Facebookda, Telegramda, nə olur, harada olsun, onları hər zaman da rahat şəkildə geri qaytarmaq olur. Yəni, bəlkə də ola bilər ki, aranızdan bir nazir çıxa bilər gələcəkdə, bir komitə sədri çıxa bilər. Və sizin 20 yaşınıza, 25 yaşınıza etdiyiniz hər hansısa bir səhv sonra qarşınıza qoyula bilər. Yəni, əgər özünüzü təhsilə əsr eləmək, inkişaf eləmək, lap belə inkişaf etməmək belə istəsəniz belə, o şəxsi məlumatlarla mütəmadi olaraq ehtiyatlı olun. Sizin hər hansısa bir negativ məsələniz valideynləriniz üçün müəyyən təhlükə yarada bilər. Məsələn, istifadə edə bilərlər. Hər hansısa bir vəzifəli şəxsin övladının görüntüləri yayıldı və yaxud da nə oldu. Söhbət tək görüntüdən getmir. Söhbət ümumiyyətlə şəxsi məlumatlardan gedir. Siz kibertelefonlar üçün qəşəng vasitə yaradırsınız. Məsələn, ola bilər ki, belə deyək, valideyninizin bank kartı ilə hansısa bir əməliyyatı yerinə keçirmək istəyirsiniz. Tutalım, saxta bir temo linki atırlar və yaxud da hansı bir kitab almaq istəyirsiniz. O kart məlumatlarını yazmaqla belə, o link əgər doğru link deyilsə, fake linkdirsə, dediyim kimi, pulsuz pendir ancaq tələdə olur. Məsələn, 90% indirimli bir nəsə əldə edirsinizsə, onun mütləq mötəbərliyi yoxdur. Və bank məlumatlarını yazmaqla artıq o kartda nəinki pullar silinir, küllü miqdarda kredit borcu yaranır, mənfi borc yaranır. Yəni, oradan müəyyən qədər depozit çəkmək olur. Yəni, bunlar hamısı tək sizin üçün deyil, valideyniniz üçün, əhatəniz üçün müəyyən təhlükələr yaradır. Mesajlar gələrkən cavablanmadan düşünün, bu şəxs mənə nə yazır? Məsələn, bir belə mesaj var, salam, sizə yazır, salam kimdir? Yazır ki, mən sizin elanla bağlı yazıram. Yazır ki, buyurun, ödəniş üçün sizə gələn SMS kodunu yazın. SMS kodu göndərirlər və həmin kodlar bəzən sizin şəxsi məlumatlarına girməyə belə deyim, vasitə olur. Ola bilər ki, valideyninizin telefonu istifadə edirsiniz, onu işlədirsiniz və siz onu işlətdiyiniz təqdirdə onun şəxsi məlumatını yaymış olursunuz. Və yaxud da ki, belə deyək, başqa bir misal burada qeydləmişəm, deməli, təhlükəsizliyin qorunması, yoldaşlar, həm də sizin sağlamlığınızın qorunmasıdır. Məsələn, ola bilər ki, siz dediyim kimi bir təsirə düşə bilərsiniz və o təsirdən xilas olmayan, nə mənada? Yəni, o təsirə yetişmədiyinlə, yəni belə deyək, sizin əsəb sistemləriniz pozula bilər. Əsəb sistemi elə bir şeydir ki, o zədədən sonra heç bərpa olunur. Məsələn, tutalım, qolunuz sınsa, əliniz sınsa, onu müalicələ bərpa etmək olur. Amma insanın əsəb sistemi heç vaxt bərpa olunur. O bərpa olmaz bir şeydir. Bu baxımdan da, yəni, tam sakit, tam rahat bir yaşayış istəyirsinizsə, başınıza gələn hər bir təhlükəni mütləq şəkildə valideynlərinizlə, böyüklərinizlə bölüşün. Onlar daha təcrübəlidir, onlar sizdən daha çox bilirlər. Ümumiyyətlə, bizim həyatımızda hər məsələdə təhlükə var. Hər məsələdə müəyyən qədər risklər yaradır. Xüsusən də sosial şəbəkələr burada çox önəmlidir. Niyə? Çünki hangi sosial şəbəkədəyik? Artıq o bizim virtual dünyamıza çevrilir. Həyatımızı bura daşıyırıq. Məsələn, belə deyək, indi etik məsələlər biliyor. Məsələn, kimsə yediyi yeməyi paylaşırsa, nə bilim, yatdığı yeri paylaşırsa, bu etik deyil. Bu bir yana, biz etik məsələləri qoyuruq ki, bu ümumiyyətlə düzgün deyil. Amma bizim paylaşdığımız hər bir məlumat, olduğumuz hər bir yer, məsələn, telefonla hansısa məlumat paylaşırsa, artıq həmin yerin location'ını, konumunu biz göndərmiş oluruq. Və qarşı tərəf, hansısa bizlər
müharibə vaxtı yadınıza gəlir. Bəzən adətən ya sərhəd bölgələrində telefonlardan da istifadəyə yol verilmir. Çünki bu istiqamətdə düşmən kəşfiyyatı çox güclüdür, çox güclü işləyir və bizim ordu məlumatlarının və yaxud da ki, silah arsenalımızda olan məlumatları əldə edirlər. Məsələn, müharibə vaxtı bu hallar olmuşdur. Belə halları biz görmüşdük ki, konum vasitəsilə bizim dislokasiya olunan ərazilərimiz düşmən kəşfiyyatına ötürülmüşdür. Bu da belədir. Yəni, bugün müharibə artıq silahla və yaxud da ki, qılıncla getmir. Bugün müharibə sosial şəbəkələrdədir, internetdə gedir. Yəni, artıq istər düşmən tərəf, istər bizə müəyyən qədər xətər yetirmək istəyir şəxslər internet resursları vasitəsilə bizi belə deyək də tələyə salmağa çalışır və bizə ziyan verməyə çalışır. Bunlardan qorunmaq lazımdır. Və ən əsas məsələ biz bəzən görürük ki, təhlükəsizlik məsələsi təhsildə də olduqca önəm daşıyır. Çox önəmlidir. Sağlam təhsil üçün, sağlam gələcək üçün ümumiyyətlə uşaq yaşından tut gələcəyinə kimi baxmaq lazımdır, ayıq olmaq lazımdır. Bizim uşaqlığımız kimi uşaqlığımız deyil. Məsələn, biz adi, belə deyək də, o nömrəli və internetə çıxışı olmayan telefonları görürük. Amma siz bugün tamamilə iPhone 17 görürsünüz, tamamilə başqa bir platforma görürsünüz. Və bu platforma bizi özünə yanaşı təhlükələr gətirir. Hər hansı bir texnoloji inkişaf edirsə, ən azından səviyyəsində bir təhlükə var. Yəni, bunlardan ehtiyatlı olun. Doğrular arzu eləməlidir insan. Çox sağ olun İslam müəllim. Təşəkkür edirik şəhərin məzmunun çıxışına görə. Mən də bu məzmunda, bu mövzuda sizinlə fikirlərimi bölüşmək istəyərdim. Çünki bəzən siz yetişən nəsilsiz və hər şeyi xəfifdən alırsınız, səthi yanaşırsınız ki, hər şey olmaz, narahat olmayın, mən öz marxayla filan. Ancaq siz istədiniz-istəmədiniz informasiya manipulyasiyası, informasiyadan istifadə etməklə qarşı tərəfə təsir etmək, öz əməllərinə alət etməyə cəhd etmək prosesi hər zaman olur. Yəni, biz bunları yaşadığımız dönəm tamam başqaydı. Məsələn, 2008-ci ildə mənim özüm hələ gənc idim və 30'lu yaşlardaydım. Həmin dövrdə Facebook sosial şəbəkəsi yeni çıxmışdı və böyük bir ajotajla bütün ölkə boyu insanlar profil yaradırdılar həmin Facebook'da. Yazışmalar, ünsiyyətlər, dostluqları qəbul etmək. İnsanlar başlaydı artıq statuslarını, fikirlərini bölüşməyə və məhəllə filosoflar da çıxmışdı. Hər kəs bir fəlsəfi fikir yazırdı bekarçılıqdan və hamı like qoyurdu. Belə-belə bu sosial şəbəkələr genişlənməyə başladıqca, hər kəsə əhatə eləməyə başladıqca bizim nəsildə o media manipulyasiyalarına, saxta dezinformasiya xarakterli məlumatlara tuş gəlmişik. Hətta bullyingə də tuş gəlmişik. Saxta profillər hər bir zamanda olur. Amma indi daha cəlbedici görsənə bilər sizə. Yəni birinci növbədə siz yazışdığınız, söhbət etdiyiniz insanın kimliyini dəqiq bilməlisiniz. İnternetdə bu hər zaman mümkün olmur. Adamdır, ekranın o biri üzündə kimin əyləşdiyi və sizə yazdığı sizə bəlli deyil. Siz saf olaraq, sadəlövçəsinə düşünürsünüz ki, qarşımdakı da mənim kimi bir normal insandır. Deyək ki, gözəl bir təhsil almağa meyilli olan, dərin düşüncəli bir insandır qarşımdakı. Onunla söhbət aparıram, dostluq eləyirik, tanış olur. Amma halbuki Excalibur 79 profili var və onunla yazışdığın insan tamamilə başqa bir dünyanın adamıdır, onun qafası başqadır, onun niyyəti məkirlidir, siz isə bunu bilməyə bilərsiniz. Bax, həmin dövrlərdə çox təəssüf ki, bəzi şeyləri indi açıqlamalı olur, artıq illər keçib üzərindən. O zaman çalışırdıq yetişən gənc nəslə bunları deməyək. Çünki bəzən siz yetişən gənc nəsildə belə bir düşüncə var, nəyə qadağan edirsə ona gizli meyl edir. Görmək, burada nə var, bunu belə çox danışırlar bunu. Bəzən anti-reklam da bir reklam xarakteri daşıyır. Bir mavi balina oyunu çıxmışdı və neçə gənclərimiz o oyunun qurbanı oldular. Həmin mavi balina oyununda naməlum şəxslər bu yeniyetmələri, məktəb yaşlı şagirdləri alət edirdi özünə və ona bildirirlər ki, sən bizim tapşırıqlarımıza əməl eləsən, riayət eləsən, sənə biz, nə bilim, 5 ulduz verəcəyik, 6 ulduz verəcəyik, sən artıq ekspert olacaqsan, internet üzrə dünyada hər yanda tanınacaqsan, risk həvəskarı kimi və s. və axır
necə deyərlər, mən çalışıyorum daha çox özümüzün milli frazeoloji ifadələrimizdən istifadə edib. Qoltuğuna qarpız verməklə əslində heç vaxt olmadığı bir səviyyədə onu təqdim eləmək cəhdi. Hər birimizdə də bir şəxsiyyət var, bir şəxsiyyət formalaşır və hər kəs düşünür, zənn edir ki, o bununla şəxsiyyətinə şəxsiyyət qatacaq, o daha çox tanınacaq və s. Və beləliklə çoxlu sayda gənclərimiz qızlı oğlanlı həmin oyunun qurbanı olmuşdular. Həmin naməlum şəxslər onları deyirdi, bugün ki, Füzulinin heykəlinin qarşısında dur, selfie elə və bizim ümumi platformamıza at bunu. Və o da gelirdi qız xeylağı, şəkil çəkdirdi, atırdı orada platformaya, əhsən, sənə 5 ulduz, sənə nə bilim 100 nəfər like, 500 nəfər dostluq atdı. İndi artıq gedirsən növbəti dəfə filan binanın 6-cı mərtəbəsinə çıxırsan, oradan dama yol çıxır, çıxacaqsan dama və oradan şəklini çəkib atacaqsan və altına yazacaqsan, əmrlərinizə hazıram. Sən də gedirsən sadəlövçəsini edirsən, sən yox. Təbii ki, həmin sadəlöv uşaqlar gelib bunu edirlər, yeni yetməli yaşına çatanda və bunun sonu gətirdi kütləvi intiharlara çıxartdı həmin dövrdə. Bir neçə uşağın özünü binadan atdığı görsəndi balkondan, bir neçə uşaq nə bilim qazda boğuldu və s. Bu kimi kütləvi insan tələfatı ilə Daxili İşlər Nazirliyi orqanları hərəkətə geçdilər. Həmin hərəkət zamanı keçirilən əməliyyatlar nəticəsində Azərbaycanda həmin şəbəkənin işini yönəldən bir neçə nəfər həbs olundu və uzun müddətli həbs cəzaları aldılar. Amma bu şəbəkənin başı bizim ölkədən kənara çıxır. Yəni xarici beynəlxalq şəbəkə idi, cinayətkar şəbəkə və bizim kimi ölkələrdə yetişən gənc nəsli öldürmək, şikəst eləmək kimi məhkəbi bir niyyət qoymuşdu qarşısına. Çox təəssüf ki, sizin kimi saf, təmiz, pak düşüncəli, sadəlöv uşaqlar və yeniyetmələr bir çoxu onların təsir dairəsinə düşdü. Bəs yaxşı, nə etməli? Sizdə belə bir beyninizdə sual yaranır. Tutaq ki, günə mavi balım oyunudur, bu gün nə bilim, nə oyunudur, filan beşməkan, bu hər zaman ola bilər. Beləliklə, siz özünüzdə bir immunitet yaratmalısınız, müqavimət. Kimin sənə nə demək nasıl olmayaraq, mənim öz fikrim var, düşüncəsi. Mənim öz düşüncəm var, Allah mənə beyin verib, mən özüm qərar verməliyəm. Bitdi. Mən və mənim valideynim. Ən azından bilirsiniz ki, bu iki amil heç vaxt sizin şəxsiyyətinizə, həyatınıza təhlükə törətməz, düzdürmü? Valideyn sizin əzizinizdir və sizin özünüz. Hansı insan öz-özünə ziyan istəyir? Heç kim. Yerdə qalan hər kəs manipulyasiya obyekti ola bilər və yaxud da sizi manipulyasiya obyekti etməyə cəhd edə bilər. Sizin hər birinizin öz müstəqil fikri formalaşmaq zorundadır uşaqlar. Yəni, insanın iradə azadlığı, o demək deyil ki, sən təsirə düşəsən. O demək ki, insanın şəxsi azadlığı, düşüncəsi onun şəxsiyyətini ərsəyə gətirir. Yəni, siz öz şəxsiyyətinizi yaratmaq üçün müstəqil düşünməyə başlamalısınız. Hər bir şeydə öz mövqeyiniz olmalı. Bu yaxınlarda mən özüm, yəni, gör neçə yaşında insanım və sizin kimi hər il onlarla tələbəni biz yola salırıq, yüzlərlə şagirdi və müəllimi idarə edirik. Ancaq bununla belə mənim özüm belə media manipulyasiyalarına tuş gəlmişəm. Dələduzlara, kiber cinayətkarlara tuş gəlmişəm dəfələrlə. Öz təcrübəmdən deyil. Evimizin birinci mərtəbəsində 2 otaq var idi, kiraya vermək istəyirdik, elan yerləşdirdik. Ondan sonra zəng gəldi Qazaxıstandan. Xahiş edirik, biz ailəliklə müdürümüz öz ailəsini göndərir Bakıya. O, həmin aralarda da Rusiya və Qazaxıstandan gələn turistlər çox idi Azərbaycana. Təxminən bir il yarımın söhbəti. Mən dedim, Allah yaxşı, gəlsinlər, konum ata bilərəm, yəni bizim evimizin yerləşdiyi məkana gələrsiniz, yoldaşınız və uşaqlarınız. Burada baxarlar, bəyənərlərsə o zaman kiraya götürərlər. Deyirlər, yox, gəlin bəyliyin, mən burada şirkətin hesabından ödəniş eləyəcəm. Müdürümüzün şirkətinin hesabından o kiraya haqqını mən sizə bəri başdan ödəyirəm. Təbii ki, cəlbedici təklifdir də, baxırsan ki, adam gəlməyib 10 gündən sonra gələcək. Amma bəri başdan çıxardır sənə 1000 manat məsələsi pul verir. 2 aylıq qalacaq, 2 aylıq kirayəsi pulu. Cəlbedici təklif mən dedim ki, yox. Mən biraz düşündüm, çünki təbii ki, bayaq dediyim cümlə, mənim özümdən yaxşı heç kim mənim barəmdə düşünə bilməz. Bu düşüncəylə mən dedim ki, narahatçılığa ehtiyac yoxdur, yəni əvvəlcədən ödənişə ehtiyac yoxdur. Mən hər hansı formada başqa ödəniş vasitəsini qəbul edərəm. Gələrsiniz bura, üzbəüz görüşərik və o zaman bəyənərsinizsə, təbii ki, orada yerində ödənişi eləmək olar. İstəyirsiniz mənim yanımda kartla ödəyərsiniz, istəyirsiniz nağdıyla ödəyərsiniz.
Gördüm yox, bunlar nəsə nalamuxa döydü və çöndər dedilər, siz hər halda kartınızın nömrəsini atın, biz burada qeyd eləyək, şirkət olaraq biz istənilən vaxt ödənişi olsa Qazaxıstandan eləyəcəyik. Mən dedim, mənə dəxli yoxdur onun. Siz hardan edirsiniz eləyin. Mən kiraya qoymuşam. Realda görmədiyim insana mən heç bir şəxsi məlumatımı paylaşmıram. Bunlar da çalışırlar ki, məni üstələmək üçün biraz da baskı yapır telefonda, biraz da baskı edir, təzyiq edir mənə ki, tez edin, daxili məlumatlarınızı deyin, 16 rəqəmli kodu deyin, nə bilim, 3 rəqəmli orada şifrə var, onu deyin. Biz ödəyək də vaxtımızı niyə alırsınız bizim müdür, bizə tapşırdı filan zat. Mən artıq dərhal başa düşdüm və qulağına dəstəyi astım. Yəni, demək istədiyim nədən ibarət? Bu cür manipulyasiyalara, bu cür, necə deyim, təhdidlərə hər biriniz tuş gələ bilərsiniz. O ki, qaldı, mən yaşlı adam, nəyin ki, mən yaşlı? Sizlər daha çox, çünki sizin həyat təcrübəniz yox. Siz yəni bu kimi hallarla üzrə gələndə davranış qaydaları barəsində təsəvvürləriniz hələ tam deyil. Bizim istədiyimiz ondan ibarət ki, aldanmayasınız. Birinci növbədə bilməlisiniz ki, sizə verilən informasiyanın niyyəti nədir? Bax, bu kimi şeylərdə diqqətli olmanız lazımdır. Yəni, 90-cı illərdə rayonlarımızın işğal olunmasının əsas səbəblərindən biri bilirsiniz nə idi uşaqlar? Qarşımızda olan qarı düşmən, yağı düşmən. Bizimlə açıq ringdə, meydanda, istəyir güləş, istəyir idman növləri, istəyir savaş, istəyir silah sarıdan bizlə baş edə bilməz. Güc baxımından bizim xalq, millət hər zaman üstündə. Ancaq niyə uduzuruz? Niyə 7 rayon işğal olunur? Əksəriyyətində dezinformasiya, əksəriyyətində yerli əhalinin arasında vərəqələr paylamaqdan tutmuş, o zaman mobil telefon yox idi. Megafonlarla Azərbaycan dilində sərlis danışan ermənilər. Ay cəmaat çıxın, bu dəqiqə ermənilər girdi artıq şəhərə. Tez-tez boşaldı, evakuasiya edilir, əhalini filan. Yazıq cəmaat evində oturur və görür ki, erməni gəlir. Burada megafonlarla küçələrdən səslənirlər. Nəticədə dezinformasiya mühitində gözəl bir ajotaj yaratdılar və bir neçə rayon əhalisi, mülki əhalidir, silahı yox və s. yox. Məcbur sürətli şəkildə əynindəki paltarı ilə birlikdə heç bir əşyasını götürmədən uşağının qoltuğuna vurub, evindən çıxıb şəhəri dərhal tərk edirdi. Üzü qərbə tərəf. Bu qədər qaçqınlar olsun, yaranmasının ən əsas səbəblərindən biri dezinformasiyaya tuş gəlməyi. Məhz o səbəbdən 2020-ci ildə fikir verin, yadınıza gəlirsə, 44 günlük savaş başlayanda bizim hökumət ağılla, tədbirlə davrandı və bütün interneti ölkə arasında bağlandı. Ölkə arasında bağlandı internet, yadınızdadırsa heç bir məlumat əldə edə bilmirdik və narahat idik. Amma əslində bu bizim faydamıza idi. Çünki kim VPN ilə girirdisə əgər internetə, dərhal ermənilərin saxta montaj videoları, güya 70 nəfər əskərimizi birdən əsir alıblar, güya onlar artıq bizə bütün Gəncənin, Mingəçevirin koordinatlarını veriblər. Bu kimi saxta məlumatlarla bizdən güclü işləyir erməni. Niyə? Çünki biz açıq savaşdayıq, adamlar məkirlidir və gizlin savaşlardır, tülkü kimi hiləgərdir, çaqqal kimi məkirli niyyətlidir. O nöqteyi nəzərdən dövlətin qərarı ilə internet məhdudlaşdırılmışdır. Heç kim artıq SMS gələ bilməz dansız ermənidən ki, dərhal evini tərk elə, get, rayonu boşalt, məğlub oldu Azərbaycan ordusu və s. Nəticədə 40 günün içərisində dövlətin zəfəri və düşmənin beyni qırılır. Bax, bu media manipulyasiyaları, informasiya manipulyasiyaları, dezinformasiyaya qarşı hər biriniz hazır olmalısınız. Sizə kimin nə deməyinə asılı olmayaraq, öz düşüncə payınız, öz düşüncəniz olmalıdır. Və ilk növbədə fikirləşməz, bunun mənə deməyinin niyyəti nədir? Yəni, nədir də niyyət? Bunda kim durduğu yerdə, siz məsələn durduğu yerdə, yetdiyiniz yerdə hər hansı bir insana gedib cibinizi boşaldıb ona boyda pul verərsinizmi? Məsəl üçün. Və yaxud da ən gözəl zinət əşyasını valideyniniz aparıb kiməsə tanımadığı bir kəsə dərhal verirmi 2 dəqiqənin içində? Xeyr. Kimsə bunları, buna bənzər şeyləri sizə təklif edirsə, demək niyyət artıq başqadır burada. Alt niyyət ərəsən onu düşünməyə çalışır. Yəni, mən bunu hələ sizlərlə xarici xüsusi xidmət orqanları məsələsini demədim. Çünki bu gün Azərbaycanda olan bəzi iradəcə zəif insanlar xarici xüsusi xidmət orqanlarının, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının toruna düşürlər. Elə Ermənistanın öz dövlət təhlükəsizlik xidmətinə toruna düşənlər olur. Rusiyanın
nə bilim Amerikanın, Avropa ölkələrinin. Bunlara siz tuş gəlməyəsiniz deyə və ya tuş gəlincə ayıq-sayıq olasınız deyə biz bu tip tədbirləri Rizvan müəllim kimi insanların da köməyi ilə məktəblərdə keçirilməsinə tərəfdarıq və sizlərlə bu fikirlərimizi bölüşürük ki, məlumatlarınız olsun. Yadınızdan çıxartmayın, saxta profillər çoxdur, trollar çoxdur. Troll deyilən bir söz son bir neçə ildə Azərbaycanın ictimai həyatına daxil olub və bu ictimai həyatda troll nədir? Adı ilə olmayan insan deməkdir. Yəni, başqa ad altında, internetdə, deyək ki, YouTube-da və s. çıxış edən. Görürsən ki, bir axmaq adam bir video paylaşır və altında kommentlərə baxırsan, 100-dən artıq adam əla, malades, bərəkallah filan deyə onu təqdir edir, bəyənir, alqışlayır, göyə qaldırır. Bunların əksəriyyəti saxta profil və trolldur. Aldanmayın ki, buna baxın, cəmaat bunu belə dəstəkləyir. Bu kişi əməlli başlı iş gördü. Halbuki gördüyü işin ortasında iş yoxdur. Məzmun etibarı. Yəni, demək istədiyim budur ki, bu məsələlərdə istənilən bullyinglə bağlı yadınızdadırsa, biz sizinlə burada vaxtaşırı tədbirlər keçirmişik. Zorakılıq halları. Bəzən olur ki, tanımadığım bir insan, məndə də olub bu. Məndə Tarix və Milli Kimlik YouTube kanalı var və mən orada vaxtaşırı tariximizlə bağlı videolar paylaşmışam. Və altında yazanların arasında söyüş, təhqir söylənlər də olur. Mən baxıram dərhal birinci söyüşü təhqirə baxmıram təbii ki. Bunun içindəki ikili nifrəti çıxır. Yəni biz o səviyyəli insan deyilik ki, təbii ki, hər kəs söyə bilər, amma insan səviyyəsi var. Mən dərhal o rəyi atanın profil adına baxıram, görüm nədir. Normal bir insan adı varsa dərhal Google-da və s. axtarış verirəm ki, məsələn, Əli Ömərov bu ad altında kimsə mənə nəsə yazır. Belə bir insan mövcuddur mu? Facebookda, Instagramda profili varmı? Çünki özünə hörmət qoyan şəxsiyyət əgər sosial şəbəkədən istifadə edirsə, öz adıyla çıxış edir. Uzaqbaşı təxəllüs götürər, ancaq yenə də onun kimliyi bəlli olar, şəkli var, profili var, ailəlidirsə ailəsinin şəkilləri var və bundan bilirsən ki, bu real insandır, düzdürmü? Amma bəzən də görürsən ki, kimsə nə bilir, Heraklın şəklini qoyub, altından yazılır Heraklın 2005. Hə? Yəni, gəlin də başa düş ki, bu qarşındakı kimdir? Mən həmin insanları dərhal blok eləmişəm. Bəzən olur ki, ona öz qanunluğu dildə cavab verib, sonra blok eləmişəm. Bu kimi şeylərdən biz də keçmişik və istədiyimiz nədən ibarətdir? Biz sizdən fərqli olaraq artıq elə bir yaş dövründəyik ki, bizi aldatmaq çətin məsələdir. Amma sizləri hər zaman aldada bilərlər. Sizin saflığınızdan, həyat təcrübənizin az olmasından irəli gələr. Ona görə mən istədiyim ondan ki, şəxsi hüquq və azadlıqlara müdaxilə hər halda rastınıza çıxacaq və tuş gələcəksiniz. Çünki həyatımız internetdən ibarətdir. İnternetdə bir sürü bilinməyən xəyali insanlardan ibarətdir. Real insanların yanında bir sürü bilinməyən saxta profil sahibi troll və yaxud da qeyri-real xəyali insan obrazları var. Bunlar sizi aldatmasın. Mən ona görə kim məndən yazışırsa, ünsiyyət saxlayanda deyək ki, hansısa kitabını istəyirlər və s. mən onlara konkret görüş təyin edirəm. Çünki üzbəz gördüyün insan artıq bu real insandır. Kimliyini görürsən, söhbət edəndə qabında nə olduğunu bilirsən, niyyətini bilirsən. Nəinki onlarla günlərlə yazışma. Ümumiyyətlə, yazışma metodikası özünü doğrultmur. Bunu da mən istədiyim uşaqlar. Sən xəyal qurursan ki, qarşındakı insan belə boylu, buxunlu, cüssəli bir oğlandır, belə basır, bağlı hikayə, nə bilim, mən belə bunu vurdum, yıxdım, mən belə maşın sürdüm, ay belə atam mənə imkanlar yaradır, müstəqil bir şəxsiyyət kimi özünü göstərir, təqdim edir. Amma bu, o sadəcə özünü təqdimatdır. Buna aldanmamalısınız. Real gözlə gördüyün, real həyatda tanıdığın, bu artıq bəli, göz önündə olan nədirsə olur. Mən sizə özümü 2 metr 15 santim boyunda təqdim edə bilərəm. Amma real həyatda görəcəksiniz ki, bu kişi 1.75-dir. Burada mənası yox. Kim aydın olur mu sizə? Yəni, mən çalışıram daha sadə dinlə sizə bunları bildirim. Şəxsi məlumatlarla bağlı Rizvan müəllim bildirdiyi öz fikirlərini. Şəxsi məlumatlarınızı istənilən halda qoruyun. Çalışın ki, bu şəxsi məlumatlara kənardan coşmuş verməyəsiniz. Kimlərsə bu şəxsi məlumatları mobil telefonunuzdan çəkib çıxartmasın. Ümumiyyətlə, mən sizə bir söz deyim. Mən demirəm bu qədər inamsızlıq mühiti yaymağa bənzəsə də ilk baxışdan, amma mən sizə deyirəm,
şəxsi mobil telefonunuzu başqa bir şəxsə verməyin. Heç bir halda. Bunu sənə atan alıb, deyək ki, sən onunla ünsiyyət saxlayasan. O sənin hansı zamanda harda olduğunu bilsin və valideyn olaraq narahat qalmasın, düzdürmü? Bu sənin şəxsi əşyandır. İçində sənə aid bir dünya var. Ailəvi şəkillərin var. Sənin tərcihlərin var. Hobbilərin var. Deyək ki, sən biçmə kurslarına gedirsən, naxış vurmağı öyrənirsən. Niyə bunu kimsə bilməlidir? Kənar bir şəxs və sənin o zəif damarından istifadə edib sənə yaxınlaşmağa çalışmalıdır. Nə üçün? Beləliklə bu mobil telefon sənin şəxsi əşyandır və bunu ikinci bir şəxsin əlinə vermə. Hayır, verin bir dənə zəng vurum, xeyr qardaşım, ged o yanına zəng. Ged ictimai telefonla istifadə edin. Bax, bu kimi şeylərdə çalışın biraz qəddar olun. Öz əşyalarınıza münasibətdə qəddarlığı öyrənin. Çünki bu qəddarlıq faydalı qəddarlıq. Aydındır. Bax, bu kimi şeyləri mən sizə izah edirəm və bu yaxın dünən də elə mən bu manipulyasiya tuş gəlmişəm. Və dünən 3 dəfə mənə, 2 dəfə İstanbuldan, bir dəfə İsveçdən, bir dəfə də Belçikadan səhv eləməsin, telefon zəngi gəldi. Qalıram belə ki, mən kimə baxım, mənim Belçikadan kimsə arasın. Mənim nə tayfatılığım, nə nəslimdə Belçikada yaşayan yoxdur və oldur. Məni niyə aramalı? Bundan bir həftə öncə də Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb əhaliyə ki, xarici ölkələrdən gələn zəngləri götürməyin, açmayın. Çünki siz bunu açdığınız anda bəzilərinin bir bank, kapital bank, beynəlxalq bank kartlarınızın mobil tətbiqləri var orada, düzdürmü? Bəziləri var ki, onu yəni daha ciddi yox, daha sadə parolla qoyub, onu sındırmaq, girmək asandır. Siz açdığınız anda dərhal mobil telefonunuzun bütün məlumat bazası ötürülür ora. Bu cür proqramlar qururlar. Buna hacking deyirlər. Hack eləmək, yəni ələ keçirmək. Bax, bu kimi hallara qarşı tanımadığınız nömrələri açmırsınız. Sizin kontaktlarınızda olan nömrələr sizə bəllidir. Yeni tanışlıq olarsa və real həyatda onun real şəxsiyyət olduğunu görürsənsə, onun da telefonunu özün soruşub, istəyib yazacaqsan, kontaktına salacaqsan. Amma çalışın ki, tanımadığınız nömrələr, xüsusən də xaricdən gələn nömrələr ümumiyyətlə açmayasın. Yəni, bu ən elementar şeylərdir ki, bu məsləhətləri biz sizə bölüşürük uşaqlar. Sizin hər biriniz bizim balamızsınız. Və biz istəməliyik ki, sizin hər hansı birinizin ayağına daş dəyək. İstədiyimiz ondan ibarət ki, həyatda itki ilə üzləşmədən, zərər görmədən irəliləyə biləsiniz və uğur qazanasınız. Təbii ki, bu hər birinizin arzusudur. Sizin valideynləriniz də eyni şeyi arzudur. Bəziləri buna itki ilə nail olur. Bəziləri elə ilk cəhddən, ilk təzyiqdən, ilk aldanmadan, ilk manipulyasiya qurbanı olmaqdan ayıla bilmir artıq. Təcrüdə qapanır, yəni özünə qapanır. Pis hala düşür, psixoloji durumu travmatik olur, toparlana bilmir. Və ona elə gəlir ki, bu həyat artıq mənasızdır. Halbuki bu, bir axmağın ona qarşı etdiyi təzyiqin nəticəsidir. Fikrim aydın olurmu sizə? Dünya bir axmaqdan ibarət deyil, bunu bir dəfəlik bilir. 8 milyard insan yaşayır və onların da əksəriyyəti yaxşı insanlar. Və bunu bu cür qəbul edir. Həyat da gözəldir, yaşamaq da gözəldir. Zaten mübarizəsiz həyat sayılmaz. Əziyyətsiz başa gələn bir şeyin dadı olmaz. Ən gözəl yeməkləri ananız sizə pişirmək üçün ən azı yarım saat əziyyət çəkir, düzdürmü? Bax, o nöqteyi nəzərdən bilin. Bu həyatda əziyyətsiz başa gələn işin ya arxasında alt niyyət var, ya da ondan orada böyük uğur gözlənir. Təsadüf bir dəfə olacaq. Kimsə sizə yazsa ki, gir bu sayta, burada sənə 10.000 manat verəcəklər, dərhal aldanıb girməyin ona. Bax, bu kimi şeyləri biz sizlərlə bölüşməyə çalışırıq. Söhbət ümumiyyətlə çox geniş mövzudur. Mənə də gəlir sizin üçün də maraqlı mövzudur, dərhalda. Maraqsız deyil. Biz bu barədə də əvvəllər də söhbət eləmişik. İndi isə sözü veririk Eduline Xarici Təhsil Şirkətinin rəhbəri Murad Ələkbərzadəyə. Qoy Murad bəy də öz fikirlərini bildirsin, eyni mövzuda. Çünki olduqca aktual və lazımlı bir mövzudur bu. Və diqqətlə dinləyin, suallarınız olarsa Murad bəyə də, Rizvan bəyə də o sualları verə bilərsiniz. Buyurun Murad bəy. Sağlık
birinci, yəni çıxışma başlamamışdan öncə uşaqlarınız auditoriyaya sual vermək istəyirəm ki, kiber təhlükəsizliyin nə olduğunu bilirsinizmi? Kim deyə bilər? Kiber təhlükəsizlik. Heç kim bir məlumatı yoxdurmu bu işdə haqqında? Var, amma necə başa salacağımız? Buyurun. Yox, necə başa düşürsünüz, o cürdə yəni izah eləməyə çalışın. Şərt deyil yəni aslında. Məsələn, bizim dövlətimizin dəyişikliyi var. Bizlər başqa dövlətlərdən sahib olan müsbə bizim rektorumuzun müharibə olan vaxtında necə ki, ermənilər sosial şəbəkələrdən təzyiq göstərsin, bunun qarşısını almaq üçün olan bir sistem. Gəlin biz bu məhdudiyyətimizi tamamlayalım. Kiber təhlükəsizliyi ümumiyyətcə məlumatların uzanmasından, kiber hücumlardan və yaxud da icazəsiz sistemin girişlərdən, kontekst sistemlərinin, tətbiqlərin və bütün yəni serverlərin kiber hücumlardan qorunması. Kiber hücumlar nədir? Kiber hücumlar, baxın məsələn, deyək ki, biz əsas burada kiber hücumların nəyi nəzərdə tuturuq? Məsəl üçün, virus proqramları var ki, deyək, malware, antivirusları hər biriniz bilirsiniz. Məsəl üçün, troyanlardır, ransomware, sistem, virus növləridir. Bunlar hamısı kompüterə zərər verir və sizin faillarınızı zədər verir. Bu personal, yəni şəxsi təhlükəsizlikdir. Tətbiq təhlükəsizliyi var. Məsəl üçün, deyək ki, müxtəlif aplikasiyalardan istifadə edirsiniz. Yəqin ki, bugün hər birinizin telefonlarında WhatsApp, Telegram, Messenger, Facebook və digər sosial şəbəkələrin aplikasiyaları var. Düzdürmü? Plus, yəni bununla yanaşı, deyək, bütün bunları da yəni bir yerə qoysaq, deyək ki, məlumat təhlükəsizliyi, daha sonra şəxsi təhlükəsizliyi. Məlumat təhlükəsizliyi nədir? Məsəl üçün, sizin telefonunuza və Ceyhun müəllim çox gözəl qeyd etdi. Fərqli ölkələrdən 360 aplikasiyası vasitəsilə, məsəl üçün, Belçikası olsun, İspaniyası olsun, İtaliyası olsun, zənglər gəlir. Bu zəngləri eləməlisiniz, açmalı deyirsiniz. Çünki bu zəngləri siz açdığınız təqdirdə sizin şəxsi biometrik məlumatlarınız olmalıdır və bu məlumatlar vasitəsilə sabit ki, fərqli blockchainlərdə, kriptolarda sizin məlumatlarınız istifadə olaraq adlarınıza yüksək köçürmələri olmaq bilər və bunun vasitəsilə də yəni böyük problemlərlə üzləşə bilərsiniz. Plus, kiber hücumlardan yəni qorunmaq üçün nə eləmək lazımdır? Qorunmaq sistemlərini, yəni məsələn bu qorunma müdafiə sistemləri nədir? Məsəl üçün şəbəkə təhlükəsizliyində qeyd edək ki, bunlar antiviruslardır və yaxud da VPN-dir və yaxud da olan server sistemidir və yaxud da firewall olan məlumatları, yəni sistemə giriş məlumatlarını sayışdıran proqramlardır və bir sıra bu kimi sistemlərə əməl etmək lazımdır. Plus, biz nə edə bilərik? Yəni, sizin üzərinizə düşən əsas şeylər nədir? Məsəl üçün, hər biriniz WhatsApp istifadə edə bilirsiniz. Ən azından başlaya bilərsiniz ikili təsdiqləmə sistemini açmaqla. Şəbəkələrdə ikili təsdiqləmə sistemini açsaq, yəni ən azından siz gündəlik istifadə etdiyiniz WhatsApp sosial şəbəkəsində şəxsi məlumatların qorunmasını tətbiq edə bilərsiniz. Daha sonra deyə bilərik ki, sizə fərqli məsəl üçün, saxta maillər, saxta mesajlar gələ bilər. Phishing və yaxud da Bluetooth aid proqramı vasitəsilə həyata keçirilir və bu gələn mailləri cavablamamaqla və yaxud da linklərə daxil olmamaqla, hər hansı bir alış-veriş saytlarında müxtəlif butonlara, yerləşdirilən müəyyən telefon butonlarına daxil olmamaqla siz öz şəxsi təhlükəsizliyinizi təmin edə bilərsiniz. Çünki bunlara riayət etmədikdə daha sonra daha böyük problemlərlə üzləşirik ki, bunun da nəticələri daha böyük çətinliklərə və yaxud da müxtəlif zaman ikisinə əsəbləşməyə və yaxud da hansısa bir fərqli məlumat olduğuna gətirib çıxarır ki, bununla qarşısına almaq üçün mütləq surətdə ən azından ilkin olaraq tətbiq təhlükəsizliyi qorunurağa, server təhlükəsizliyi qorunurağa şəxsi təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bu qədər. Çox sağ olun Murad bəy, təşəkkür edirik. Kimin sualı var? Təşəkkürlər. Yəni sizin bir mövzu barədə tərəflər maraqlı mı sizlər? Suallarınız var mı? Hər hansı bir suallar? Sürücülara. Aktiv olun uşaqlar. Kiminsə bəlkə sualı var. Buyurun verin.
hansı bacarıqları Bəlkə ayağa hazırsınız. Sizi də səsləndirib, mümkünsə biraz bəkdən eşidilsin. İnternetdə ideoloji təsirlərə qarşı şagirdlər, tələbələr və insanlar hansı bacarıqları inkişaf edə bilərlər? Ümumiyyətlə, yoldaşlar, əslində biz sual biraz elmi səslənsə də, yəni biz onu daha belə sadə formaya salsaq və internetdə müəyyən qədər biz təsir, əslində maraqlı sual, təşəkkür edirəm və biz internetdə müəyyən təsir dairəsinə məruz qalırıq. Xüsusən də bu müəyyən qədər manipulativ formalar ola bilər. Məsələn, bu bizim müəyyən bir ideyamızdan və yaxud da bu istər dini formalar, istər məişət formalar, istər ailə baxımından təbii ki, müəyyən dərəcədə manipulativ belə deyim, formalara məruz qala bilərik. Bununla bağlı təbii ki, biz ayrı bayaq qeydlərimiz kimi necə müəllif bu barədə ətraflı danışdı, müəyyən qədər ayrı olmalıdır. Yəni, şəxsi məlumatımızın kənara çıxılması baxımından, eləcə də müəyyən təsirlərin altını çəkir. Mən yaxşı bir misal çəkir, bu barədə nə olurdu? Müəyyən qədər nə ilənsə bağlı bizi ona bağlayırdı. Yəni, sən bunu etsən qəhrəmansan, sən bunu etsən sənin şəxsiyyətin təsdiqlənir, sən özün təsdiqlənmiş kimi hesab olunursan. Yəni, belə manipulyatör çıxışlardan, belə populist təkliflərdən çəkinmək lazımdır. Bu, belə olduğu təqdirdə düşünürəm ki, özümüzü qismən qoruya bilərik. Birinci növbədə uşaqlar çalışmalısınız media sahəsində, sosial şəbəkələrdə olan informasiya axınını beyninizin süzgəcindən keçirib emal edə biləsiniz. Yəni, sizə söylənən hər söz doğru deyil. Bax, bir kərə bunu bilin. Oxuduğunuz hər cümlə oxunduğu kimi deyil. Başqa alt məna güdə bilər, doğru olmaya bilər, alternativ baxış bucağına qapalı fikirdir. Fikir aydın olmuyor. Yəni, bəzən olur ki, elə bir fikirlər söylənilir ki, o fikri istənilən tərəfə saqqız kimi dartıb uzatmaq olar. Bu tərəfə də deyilə bilər, o tərəfə də. İndi adam bir hikmətli kəlam söylədiyini zənn edərək bir cümlə yazır. Amma onun o yazdığı hikmətli kəlam o tərəfə də yozula bilər, başqa tərəfə də. Başqa suallar çox var. Emal. Önəmli olan hər bir qarşınıza çıxan şeyi beyninizdə emal edəməyi bacarır. Qızım, sual vermişsə, bəralı qaldırmış yadımız. Qanunvericilikdə sosial mediada yayılmış məlumatlara qarşı tədbir, hansı tədbirlər nəzərdə? Yəni, qanunvericilikdə hansı tədbirlər var? Onu soruşur. Axırı sualımız. Ümumiyyətlə, ələkə bilərsiniz, çox sağ olun suala görə. Ümumiyyətlə, hazır 5 il əvvəl Azərbaycanın qanunvericilik bazasında boşluqlar çox yoxluqdan bağlıdır. Məsələn, son vaxtlar artıq son qəbul qanunların biri olur ki, internetdə əgər kimlərsə təhqir edirsə kimisəni, şəxsiyyətini alçaldırsa, nəqliyyətinə xələl gətirirsə, onları məsuliyyət gözləyir. Və yaxud da ki, son qəbul olunan söhbət sırf sosial şəbəkə istiqamətindən gedir. Ümumi o qanun var, məsələn, kimisə nəqliyyətini alçaltmaq olmaz. Və yaxud da son birinci oxunuşda qəbul olunan qanunda, yəni bilməyib, internetdə, məsələn, açıq tipli fikir olan, şəkillər paylaşan şəxslər özləri də məsul qəbul olunacaq. Yəni, qanunvericilik bazası bu istiqamətə təkidləşmədir, amma bu təkidlik niyə? Çünki internet o qədər sürətlidir ki, o qədər yeni formalara həyata keçirilir ki, onu daha çox ümumi tənzimləyirlər. Konkret məsələn üçün, Facebook haqqında qanun və yaxud da Facebookdan istifadə qaydaları haqqında qanun yaratmaq olmur. Niyə? Çünki Facebook hər an bir funksiya əlavə edir. Sən məcbursan ki, məzmun olaraq o funksiyalar qanununa gətirəcək. Amma ümumi qanunvericilik bəli, bu məsələləri tamamilə tənzimləyib, elektron təhlükəsizliklə bağlı qurumlar var Azərbaycanda, Daxili İşlər Nazirliyi, eləcə də Zaxili Mədəniyyət Mühafizə orqanları fikirlər dəyərliliğinə və bu kimi negativ, sosial şəbəkədə negativ məqsədlə istifadə edənlərə qarşı mübarizə tədbirlərini gücləndirir. Yəni, qanunvericilik həm nəzəri olaraq var, həm də praktiki olaraq bunu həyata keçirən qurumlar var. Və bu qurumlar da bu məsələlərdə olduqca ciddi işləyir. Əgər sizin də başınıza hər hansı bir təhlükə görənə hadisə gələrsə,
bunu valideynlərinizə bildirmək, eləcə də hüquq-mühafizə orqanlarına rahat formada müraciətiniz tam olaraq belə deyim, təmin olunur və bu məsələlərə ciddi şəkildə yanaşırlar. Teşekkür ederim. Teşekkür edirik. Dikkatle dinlediniz. Ve mənə elə gəlir ki, burada olan çıxışlardan özünün sünnətçə çıxartdınız və bu söhbətlər sizə gələcək həyat prosesində böyük kömək edəcək. Çox sağ olun.